Abbasqulu Ənvəroğlu Əbluz Bakıda anadan olub. Uşaq yaşlarında filmlərə çəkilib. Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsində təhsil alıb. 2008-ci ildən Milli Onkologiya Mərkəzində anestezioloq, reanimatoloq olaraq çalışır. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində Müalicə İşi fakültəsində təhsil almışdır. 2005-2006-cı illərdə Klinik Tibbi Mərkəzdə anesteziologiya və reanimasiya ixtisası üzrə internaturaya keçmişdir. 2008-ci ildə Belarusya Respublikası Onkologiya Mərkəzində kurs keçmişdir. 2011-ci ildə Türkiyə Respublikası Marmara Universitetində kurs keçmişdir. Aktyor həkim Abbasqulu Əbluz rejissor Ənvər Əbluzun oğludur. Aktyor həkim Abbasqulu Əbluz, aktyor Həsən Əbluzun qardaşı oğludur. Aktyor həkim Abbasqulu Əbluz, rejissor Elnaz Əbluzun əmisi oğludur. Bəxt üzüyü, Pəncərə, A adlı oğlan bədii filmlərində çəkilmişdir.